Bismillahirrahmanirrahim. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhammədə, onun ailəsinə və əshabına olsun. Allahım, bizi, şeyximizi və bütün müsəlmanları bağışla. Yəqulul müəllif rahimehullah. Müəllif, Allah ona rəhm etsin buyurur. Mərhəmətli və rəhmli Allahın adı ilə. Kitaba başlamazdan əvvəl, qari, Allah ona xeyir nəsib etsin. Kitabın müəllifi üçün rəhmət dilədi. Müəllif, Allah ona rəhm etsin, dedi. O bunu etməklə gözəl bir iş gördü. Çünki uca Allahın buyurduğuna əməl etmiş oldu. De, ey Rəbbim, onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, sən də onlara rəhm et. O, uca Allahın buyurduğuna əməl etdi. Bu, bir övladın valideyni üçün etməli olduğu ən mühüm duadır. Bu, uca Allahın əmrini yerinə yetirməkdir. Çünki Allah bunu əmr etmişdir. De, Rəbbim, onlara rəhm et. Bu, aləmlərin Rəbbindən olan bir əmrdir. Buna diqqət yetirmək lazımdır. Bir övladın valideynləri üçün etməli olduğu ən mühüm dua, Quranda Allahın əmr etdiyi məhz bu duadır. Hər bir övlad, valideyni üçün bu duanı daima etməlidir. İstər valideyni həyatda olsun, istərsə də vəfat etmiş olsun. Övlad onun üçün bu duanı etməlidir.